insanları əsasən ən çox maraqlandıran məsələlərdən biri də cinsi zəiflikdir. Cinsi zəifliyin varikosele ilə bağlı olub-olmamağı ilə əlaqədar çoxlu suallar var. Ona görə mən bu məsələyə hər dəfə suallar olur, bu məsələyə bir aydınlıq gətirmək istəyirəm. Cinsi zəifliyin baş verməsində varikoselenin nə kimi rolu var? Varikosele nədir ümumiyyətlə? Varikosele xaya artımı venalarının genişlənməsidir. Və həmən genişlənmə nəticəsində oradakı venaların genişlənmə səbəbləri müxtəlifdir. Ağırlıq qaldırmadan, sonra düzgün olmayan qan dövranından, sıxılmadan, qarın boşluğu orqanlarının venaları sıxmasından və irsi də ola bilir. Yəni meyillik olur, irsi də ola bilir bu hallar. Və bu səbəblər nəticəsində xaya artımı venaları, venos kələf var da, orada yəni çoxlu xırda damarlar var. Onlar genişlənir və qan orada başlayır qalmağa, gecikməyə. Yəni qan dala qayıdır, belə deyək də, loru dildə desək. Venos sistemdə qan klapanlar yaxşı işləmir, orada klapanlar olur. Qan dala qayıdır və nəticədə qanın çox yığılması xayalarda, xayaların qızmasına səbəb olur. Xayaların qızması da həm orada spermageniz, yəni sperma əmələ gəlmə prosesini pozur, həm də testosteronun əmələ gəlmə prosesini pozur. Əlbəttə, bunun üçün ən azı, belə deyək, ikinci dərəcəli varikosele olmalıdır və bu ikinci dərəcəli varikosele ən azı 1 il mövcud olmalıdır ki, bu deyilən şeylər yaransın. Məsələn, birinci dərəcəli varikoseledə cinsi zəiflik olmur. Bu birinci dərəcəli varikosele cinsi zəiflik vermir. Artıq ikinci dərəcədə, yəni məsələ daha da ciddiləşəndə, xayanın qızması artanda, artıq burada cinsi zəifliyin və kişi sonsuzluğunun baş verməsinə əsaslar olur. Əsaslar olur. Bunun da müalicəsi necə aparılır? Yəni, ilkin olaraq birinci, ikinci dərəcəli varikoselelər əməliyyata göstəriş deyil. Əgər ciddi şikayət yoxdursa və yaxud spermada ciddi dəyişikliklər yoxdursa, əməliyyata göstəriş deyil. Burada müalicə olunur. Əsasən də birinci dərəcədə. Mən bu müalicələrlə məşğul oluram. Yəni, terapevtik şəkildə. Burada biz damar klapanlarını bərpa edən, damar divarının elastikliyini bərpa edən